Bugün dəyərli münsiflər heyətimiz qalan komand toxunulmazı deyil də gedəni yazacaqlar. Yəni bugün 5 komandadan hansı daha zəif idi, hansı ilə sağollaşmaq istəyirlər, onu yazacaqlar. Daha doğrusu yazdınız, hə deyəsən, artıq hazırdır. Burada gedən komandanın adını yazıblar. Bacardıqları qədərini etdilər, amma birisi yarışmadır. Bir nəfər tərk etməlidir, bir komanda tərk etməlidir. Dəyərli münsiflər heyətimiz də onun adını bura yazıb. Mən bugün kim daha çox bəyənildiyini tamaşaçılarımızdan soruşacağım. Bir ad çəkəcəm. Alqışlayacaqsınız və sonda biz də təyin edək ki, ən çox sizin fikrinizdə ən yaxşı kim idi bugün? Ağstafa Gənclər Evinin səhnəciyini bəyənənlər əl çalsın. Qaradağ Gənclər Evinin sujetini, səhnəsini bəyənənlər əl çalsın. Heç kim. Bir nəfər. Siyəzən Gənclər Evinin səhnəciyini bəyənənlər əl çalsın. Lənkəranlılar, haradaydılar Lənkəranlı? Əl çalmırsınız. Lənkəran Gənclər Evinin stand-up'ını bəyənənlər. Yaxşı, Sumqayıtı oradan bir şey gəlməyim, saxlayın, əl çalmasınlar. Sumqayıt Gənclər Evinin səhnəciyini bəyənənlər. Kim özünə layiq biri bu gün getməyə? Yəni, hamı öz uşaqlar baxdılar. Sən zaten buradasan. Hə. O 4 münsifimiz, o işinin peşəkarları bura yazdılar. Onlar fikirləşir ki, bugün Şən Gənci o 5 komandası arasında onlar zəif idilər. Digərlərinə baxanda onların çıxışı zəif idi və ona görə də yarışmanı tərk etməlidirlər. Əslində, bəlkə də onların bəxti burada gətirmədi ki, A qrupunda olan komandalar güclü komandalar idi. Onların içində bəlkə də zəif qaldılar. Bəlkə də hansı zəiflərin içində güclü olardılar. Uzatmadan, bu axşam Şən Gənci onlar tərk edir. Söhbət Qaradağ Gənclər Evindən gedir. Can, ürəklərini tutdular. Bəli, Qaradağ Gənclər Evi üçün buradakı yol bitir, həyatdakı yolunuz açıq olsun. İnşallah ki, buradakı təcrübələrinizdən gələcək həyatınızda istifadə edərsiniz. Bəlkə də o biri mövsüm yenə görüşərik. Özünüzə yaxşı baxın. Əziz tamaşaçılar, çalışın, şən olun, gənc qalın. Salamat.